Salam əziz izləyicilər, Adalya Hab verilişində yenidən hər birinizi xoş gördük. Bugünkü verilişimizin qonağı Easy Solution şirkətinin rəhbəri Ulduz Məmmədovadır. Xoş gəlmisiniz Ulduz xanım. Xoş gördük. Təşəkkürlər dəvətinizə görə, minnətdaram. Necəsiz? Çox yaxşıyam. Siz necəsiz? Biz sizi görəndən sonra necə ola bilərik? Təbii ki, əla. Çox təşəkkürlər. Əla. Ulduz xanım, Ulduz Məmmədova kimdir? Yaxşı sualdır. Nə olaraq dialoqa girdiyimizə bağlıdır. Hal-hazırda həmsöhbət, sadə və sadə bir həmsöhbət, amma situasiya və yerə görə dəyişir əlbəttə. Yəni bu gün bizimlə həmsöhbətsiz. Onu Bəli, təbii ki, bildik. bəli. Yəni, ümumiyyətlə Ulduz Məmmədova kimdir? Hər zaman yeniliklər axtarışında, hər zaman öyrənməyə meylli, hər zaman araşdırmacı, hər zaman ədalət balansını qorumağa çalışan. Yəni ancaq mənəvi tərəflərdən düzdür, amma özümü belə tanımlaya bilirəm ki, yəni hər mənada inkişafa meyllidir qısaca. Bir insan yaxşı bir övlad olduğumu düşünürəm, yaxşı bir dost olduğumu düşünürəm, inanıram buna. Yaxşı bacı olduğumu düşünürəm, yaxşı həmsöhbət olduğumu düşünürəm. Digər insanlar tərəfindən görünən sifətlərin yanında eyni zamanda da yaxşı insan olmağa çalışıram. Çox gözəl. Təşəkkürlər. Və biz bildiyimiz kimi siz Easy Solution şirkətinin rəhbərisiz. Bu Easy Solution şirkəti ümumiyyətlə nə işlə məşğuldur? Siz də orada hansı xidmətləri həyata keçirirsiniz? Hansı xidmətlərlə məşğulsunuz? Bizim şirkət təsis olunduğu gündən bu günə tikinti materiallarının satışı ilə məşğuluq biz. Tikinti sektorunda 2026-nı da nəzərə alsaq, 16 ili tamamlayıram ki, biz tikinti sektorunda fərqli layihələrdə, fərqli şirkətlərdə, təchizat şöbəsində işləmişəm. Kiçik mütəxəssis, təchizat müdürü, daha sonra bir başqa şirkət açıldı, ondan sonra bu. Yarandığı gündən də tikinti materiallarının satışıdır. Xaricdən fərqli ölkələrdən, bu bizim müştəri bazasından asılıdır. Avropa ola bilər, Amerika ola bilər, Avstraliyadan, hətta Afrikadan, Türkiyədən, yaxın ölkələrdən, təbii ki, qonşu ölkələrdən, ən çox Rusiya, Çin, hər yerdən material gətiririk və Azərbaycandakı tikinti şirkətlərinə əməkdaşlıqda onlara təqdim edirik. Çox gözəl, yəni təbrik edirəm bir xanımın tikinti materialları ilə, inşaat işləri ilə məşğul olması çox böyük cürət tələb eləyir. Daha sonra biraz başqa işlərə nisbətən daha ağır işdir. Mənə elə gəlir ki, onun öhdəsindən gəlmək də asan bir məsələ deyil. Təbrik edirəm buna görə sizi. Amma mən bildiyim qədərlə sizin təhsiliniz tamam başqa istiqamətdədir. Düzdür, işimiz çətindir, amma mənə elə gəlir ki, ən vacib şey insanın öz işini sevməyidir. Mənim də şansım ondadır ki, əslində mən universitetdə müəllimə işləmişəm ilk başda. Sadəcə özümü o sahədə tapa bilmədim. Özümü orada xoşbəxt hiss edə bilmədim. Yəni insanları eğitmək xoşdur, amma sürəkli eyni döngünün içində deyil. Orada özümü tapa bilmədim qısaca. Monoton həyatı sevmirsiniz? Xeyr, sevmirəm. Daha sonra başqa fərqli sahələrdə, yenə buna yaxın sahələrdə özümü sınadıqdan sonra dil bilgisinə görə bir şirkətin təchizat bölümünə işə düzəldim. Və orada özümü tapdım. O iş mənə xoş idi, çünki hər zaman axtarışdaydıq, yeni şeylər, yeni şirkətlər, yeni ölkələr, yeni insanlar. Ona görə bu iş mənə maraqlı gəldi. Daha sonra da bu sahədə davam elədik. Sualın ikinci tərəfi, yəni işimi sevdiyimə görə mənə çətin gəlmir. Amma əlbəttə ki, hər işin öz çətinlikləri, öz xoş tərəfləri var. İkinci sual necə idi? Təhsiliniz tamam fərqli istiqamətdədir. Mən bildiyim qədərlə siz Dillər Universitetini bitirmisiniz. Birinci təhsilim Dillər Universitetindədir. Daha sonra mən Bremen Universitetində təhsil aldım. Düzdür, uzun müddətli bir təhsil deyildi, amma yenə də DAD proqramı var, DAD bu sahədə olanlar da bilər.
Daha sonra Türkiyədə Koç Universitetində Supply Chain Management eğitimini tamamladım. Hal-hazırda da oxuyuram bu arada. York Çox gözəl. Universiteti, təşəkkürlər. Birinci kursu başa vururuq artıq. İmtahanımıza bir ay qalıb ona hazırlaşıram, maliyyə imtahanına. Əslində bizim sahə ilə birbaşa da olmasa dolayısıyla əlaqəsi var. Çünki bizim sahədə maliyyə çox vacibdir, hesabatlar falan. Yəni ona görə düşündüm ki, bu sahədə də eğitim şart. Ümumiyyətlə elədir. Bəli. Yəni insan öz işini nə qədər yaxşı bilərsə, o qədər də uğur qazanmağı daha asan olar. Tamamilə razıyam. Yaxşı bilmək və sevmək lazımdır məncə. Elədir. Sevərək həyata keçirmək lazımdır. Sevərək reallaşdırmaq lazımdır. Siz dediniz ki, Ulduz xanım çox yaxşı dostdur. Bəli. Mən elə düşünürəm. Ümid edirəm Sizcə görəsən dostlarınız necə düşünür? İnanıram ki, elə düşünərlər. Çünki mənim üçün dostların ailə üzvlərindən, doğmalardan heç bir fərqi yoxdur. Onlar mənim üçün eyni dərəcədə dəyərlidir, əzizdir, doğmadır. Və əlimdən gəldiyincə öz yaxınlarıma, ailəmə necəyəmsə, yəni mənim üçün fərqi olmadığına görə düşünürəm ki, yəni onu görməmək mümkün deyil də. Verilən dəyəri insanın özünə hər şey deyir unudulur, amma insanın özünü necə hiss elədiyini unutmaq çətindir. Məncə insanlar onu hiss edirlər, bilirlər ki, onlar sevilirlər və yaxud da sevilmirlər. O da bir ayrı problemdir, amma yəni düşünürəm ki, yaxşı dost olduğuma inanıram. Məncə də siz çox yaxşı dostsuz. Məncə də həm mərd xanımsınız, həm yəni işinizdən qaynaqlanır yoxsa necə sanki çətinliklərə tab gətirən, sonra çətinliklər sizin üçün çox asan görünən. Bəlkə də elə deyil, amma mən sizi elə görürəm. Mənə görə düzdür, biraz iddialı cümlə olacaq. Hər insanın özünə görə həyatda çətinlikləri var, imtahanları var. Amma mənə görə həyatda çətin heç nə yoxdur. Yəni düşünürəm ki, bir az cəhd eləmək, müəyyən qədər, az demirəm, yəni hər işin öz çətinlik prosesi var, çətinlik dərəcəsi var. Cəhd eləmək, əmək sərf eləmək və bir şey çox arzulamaq, bir şey üçün çalışmaq heç vaxt əvəzsiz qalmır. Və mənə görə ucunda ölüm olmayan hər şeyin çarəsi var. Heç nəyə görə ruhdan düşməyə, könülsüz olmağa, nə bilim, indi hər yerdə dəbdədir, depressiyaya düşməyə dəyməz. Həyat davam edir və çox qısadır. Onu belə deyək də, biraz kobud səslənsə də boş bir zamanı xərcləməyə vaxtımız yoxdur. Mən elə düşünürəm. Bəs yaxşı bir xanım olaraq, sahibkar xanım olaraq, yəni yaşadığınız cəmiyyətdə və yaxud da ki, getdiyiniz ölkələrdə hər hansı bir əngəllərlə, maneələrlə rastlaşırsınız? Sahibkar olaraq. Sahibkar xanım olaraq, qadın olaraq. Deməzdim, yox. Tam tərsinə. O fikir bəzən səsləndirilir. Bir dəfə də bir tədbirdə bir həmsöhbətlər olan xarici xanımlar da var idi, xarici iş xanımları, orada da səsləndirildi. Mən orada da dedim ki, Azərbaycanda mən elə görürəm və elə başa düşürəm. Tam tərsinə xanımlara dəstək çoxdur. Bəylərimiz tərəfindən də dəstək çoxdur və heç bir çətinlik ağlıma gəlmir bu dəqiqə. Nə gözəl. Bəli. Mən şanslı oldum. Nə gözəl, həmişə şanslı olasınız. Bəs yaxşı, sizə dəstək olan varmı? Yəni ailə olsun, fərqi yoxdur, dostlarınız olsun, kimsə, yəni bu yola başlayanda mı siz şirkət açmağa, adətən xanımlar hər hansı bir şirkəti açmaq istəyəndə mən özümdən götürürəm ki, yəni səhər 9, axşam 6 işə gedib işləyə bilərsən, sən maaşını ala bilərsən, şirkət qurmaq sənin nəyinə, onun çətinlikləri var, onun öhdəlikləri var, onun məsuliyyəti var. Təbii ki, bunlar hamısı var və biz bunların hamısını bilirik. Amma sizə bu yolda dəstək olan oldumu? Ümumiyyətlə indinin özündə dəstək verən varmı? Mənəvi, bəli. Təbii ki, mənəvi olur onsuz dəstək. Ailə üzvlərim və dostlarım. Yəni mən düzünü desəm mən hər hansı bir addım atanda çox da əgər bu şeyə çox inanıramsa, çox da məsləhətə də qulaq asmıram. Nə
yalan deyim, məsləhətə də çox Yəni bu qulaq əkizlər bürcünün fərqində özəlliyi olaraq düzdür. qəbul edirik. Amma mən doğrudan da əgər bir şey inanıramsa ki, olacaq, onu Allahın da dəstəyi ilə təbii ki, olur, şükür. Çox Amma şükür. mən dostlarımla işə başladığım dönəmdə yox, çünki bizim sektorda olan dost tanış, çox yaxın dostlarımdan bizim sektordan adam azdır. Amma işin gedişatı prosesində bəli, elə zaman oldu ki, mənim bilirsiniz də bizim işdə maliyyə məsələsi var, vergi məsələləri var və s. və s. O cəhətdən mən çox çətinliklər yaşadığım və çox dəstək olan dostlarım oldu və öz doğma ailə üzvüm kimi yenə deyirəm ki, öz doğma bacım kimi, qardaşım kimi dəyər verdiyim insanlar var. Onlara buradan bu arada təşəkkür edirəm. Nə gözəl. Bəli, dediyim kimi mən şanslı insanam bu dost cəhətdən özəlliklə. Çox demək ki, siz özünüz yaxşı dostsuz ki, sizin ətrafınızdakı dostlar da sizə qarşı yaxşıdır. Çalışıram yaxşı olum. Çox iddialı danışmaq da doğru deyil məncə insan necə deyək, kəskin və əmin danışdığı şeylərdən sınanır həmişə. Ona görə çox iddialı danışmayım, amma əlimdən gələnin də üstünü eləməyə çalışıram. Yəni dəyər anlamında. Nə gözəl. Ulduz Məmmədova böyüyüb. Məncə heç uşaq olmamışam. Böyüyüb deyəndə məsələn tanışların uşaqlıqlarını falan dinləyəndə düşünürəm ki, özümü hər zaman müdrik kimi xatırlayıram. Yəni uşaq hərəkəti elədiyim və yaxud da məsuliyyətdən yayındığım və yaxud da bu kimi halları xatırlamıram. Bəlkə çox 6 yaşın altı dönəmlərdə ola bilər, amma özümü dərk edəndən məsuliyyətli olmuşam. Mən elə gəlir bu da əkizlərin hardasa təsir ola bilər. Çox tanış hadisələrdir. Siz danışırsınız sanki mən güzgüdə özümü görürəm. Bu hadisələr, yəni danışdıqlarınız ümumiyyətlə çox tanış gəlir mənə də. Bəs yaxşı, yəni arada mı adam uşaq olmaq istəyir? İçində insanın ki bir uşaq var, istəyirsən ki o uşaq həmişə qalsın. Bəli. Yəqin ki. Və o uşaq ulduza nə demək istəyərdiniz? Uşaq ulduza nə demək istəyərdim? Bəlkə də o uşaq ulduzun sizdən istədiyi nəsə var. Onu bilmirəm, amma düşünürəm ki, o bu yolu keçməli idi. Bu şeyləri yaşamalı idi, bu yerə gəlməli idi. Sabah harda olacağam bilmirəm, amma bu periodun hamısında o yaşıma nə deyərdim bilmirəm, amma düşünürəm bu şeyləri yaşamasaydım hər halda bu cürə düşüncədə olmazdım. O müəyyən şeylər yaşanmalıdır, müəyyən yollardan keçilməlidir. Ona da deyəcək sözüm yoxdur, özü yaşayaraq görməli idi. Təcrübə edilməli idi məncə. Ulduzun həyatı. Daha doğrusu bir kitab yazası olsaydın və yaxud da bir roman yazası olsaydın, ulduzun həyatından onun adını nə qoyardın? Nə maraqlı suallardır. Adını nə qoyardım? İnanın ki, bu dəqiqə ağlıma elə bir şey gəlmir, amma haçansa məktəb yaşlarında deyə 14-15 yaşımda, bəlkə də 13-14 olardı. Şeir və roman yazmaq o qədər maraqlı idim ki, çünki həddindən artıq çox mütaliə edirdim, çox kitab oxudum. Mənim nənəm həm rus dil müəlliməsi olub, həm də kitabxanaçı olub. Onun çox böyük kitabxanası var idi. Mən də onun kitablarını demək olar ki, qurtarmışdım. O qədər təsirlənmişdim ki, o əsərlərdən. Fikirləşirdim ki, mən də bundan da daha özümü o şeydə gördüm. Çox yaxşı əsər yaza bilirəm. Bəlkə də, bəlkə də bir gün. Düşünürəm yazmaq olar. Onun üçün çox kitab oxumaq, çox mütaliə eləmək, söz ehtiyatının zəngin olmağı şərtəsində. Ola bilər, amma bu dəqiqə yəni ağlıma bir ideya gəlmədi. İdeya sizlikdir, amma sadəcə adını, yəni bu yaşa qədər keçdiyiniz həyat yollarından məsələn, o ad nə ola bilərdi? Yəqin ki, öz adımı qoyardım. Sadəlik kimi çox təvazökarlıqdan uzaq da olsa, bəlkə də daha kreativ bir şey elə bir anda ağlıma gələ bilər. Spontan sual olduğuna görə bəlkə bir qeyri-adi ideya gəlmədi, təəssüf. Biz bunu düşünərik.
Aha, bəli. Bunu Düşünürəm. düşünərik və düşünməliyik məncə. Çünki hər insan istəyər ki, onun həyatından bəhs eləyən və yaxud da ki, həyatında gördüklərindən bəhs eləyən nələrsə yadigar qalsın. Düşünürəm ki, həyatla bağlı hər insanın hekayəsi fərqlidir, hər insanın həyatı fərqlidir və hər kəsə öz hekayəsi qeyri-adi, maraqlı, çətin, hər insana öz dərdi böyük gəlir. Amma bütün bu hekayələrin hamısı düşünürəm ki, tarixdəki bütün yazıçılar, bütün yazarlar bu barədə hər hansı məqalə, oxumadığımız o qədər əsər var ki, bu şeylər taleylər yaşanır da, yəni bunlar təkrar-təkrar yaşanır. Ona görə mənim ora bir əlavəm olacağını düşünmürəm. Sadəcə mən fikirləşirəm ki, mən ətrafımda olan insanlara bildiyim, öyrəndiyim, təcrübə elədiyim müəyyən şeyləri danışa bilərəm. Onlarla fikir mübadiləsi apara bilərəm. Yazmaqdan daha çox, çünki onu kütləyə çatdırmaq var. Öncə məşhur insan olmalısınız, sizin əsərləriniz maraqlı olmalıdır insanlara, onu açıb oxumalıdır. Ətrafımızdakı 3-5 insanın az sayda da olsa fikirlərini bölüşmək, ona nərdəsə kömək olmaq, dəstək olmaq məncə daha məntiqlidir. Ona daha çox zaman ayırmaq məncə daha məntiqlidir. Amma ola bilər ki, Ulduz xanım, sizi izləyən hər hansı bir xanım izləyici sizin hər hansısa bir sözünüz, bilmirəm hansı sözünüz, bəlkə də o söz mənə toxunmaz, amma sizin dediyiniz o söz ona toxunar və onun həyatına toxunmuş ola bilərsiniz. Ola bilər. Əsər olaraq deyirsiniz. Əsər olaraq deyil, danışıq olaraq da, əsər olaraq da, yəni kitab deyirsiniz ki, bəlkə də yazaram, mənim yazdıqlarım başqalarından əksik qalar, onsuz da ki, hər kəs bunu yazıb. Amma yox, elə deyil. Hər kəs öz ruhuna toxunan bir insanı kimdəsə tapır. Yəni həyatda, yəni dünyada o qədər insanlar var ki, amma o insanların hamısı bizim ruhumuza toxuna bilmir. Düzdür, ola bilər. Razıyam. Bəlkə sizin bu danışığınız kiməsə ruhuna toxuna bilər, kiməsə motivasiya verə bilərsiniz. Çox ümid eləyirəm. İnşallah ki, elə olar. Bilmədən xoş bir şey eləmiş olarıq. Amma mən düşünürəm ki, hər kəsin insanların çoxunun özünü mənəvi rahatlıq, motivasiya eləmək üçün bir qaynağı var, o da İslam fəlsəfəsidir. Mənim həyata baxış bucağım budur. Bilmirəm kiməsə görə necəsə səslənə bilər, amma orada insan necə olmalıdır, əslində necə dost olunmalıdır, necə qonşu olunmalıdır, necə övlad olunmalıdır, necə yəni öz güvənini, öz hörmətini saxlamalısınız, necə çevrənizlə münasibət olmalıdır. Bunların hamısı ən xırda detallarına qədər verilir. Düzdür, indi insanlara aşılanır ki, özünü sev, özün okey, bu da normaldır, bu da olmalıdır, amma ailə dəyərləri, dostluq dəyərləri, qonşuluq dəyərləri, bunlar olmadıqdan sonra hər kəs özünü sevsə nə dəyişəcək? Yəni cəmiyyətin nə qədər irəliyə, nə qədər yaxşı, müsbət tərəfə götürə bilərik ki? Ona görə mənim beynimdə zaten dediyimiz kimi əkizlərin milyon dənə sual var. Mənim beynimdəki suallar bitmir də. Mən onların heç hamısının cavabını ancaq İslam fəlsəfəsində tapıram. Mən narahat edən şeylərin cavabını, mənə maraqlı olan sualların cavabını, bilmək istədiyim və məntiqli bir cavab tapa bilmədiyim hər şeyin nəticəsini oradan tapıram. Nə gözəl. Ən gözəl yoldasınız məncə siz. Bəli, mən buna inanıram. Yəni İslam fəlsəfəsi, o ilahi eşq, Allah eşqi deyirlər. Bəlkə də onu kənardan kimsə yaxşı başa düşə bilməz və yaxud da ki, başa düşmək istəməz, amma mən o hissləri çox gözəl başa düşürəm. Və insan onda nə qədər huzur tapdığını da mən çox gözəl başa düşürəm ki, yəqin ki, siz də söhbət edirsiniz. Bəli, elədir. Və məsələ hər kəsin əlbəttə ki, inancı, imanı özünədir. Mən heç kəsə heç nə deyə bilmərəm. Kim necə ibadət edir, necə ibadət eləmir. Amma İslamın fəlsəfə tərəfi bir dəryadır da, yəni o qədər detallı. Əslində çox kiçik bir məlumatımız olsa bu barədə, çox kiçik bir bilgimiz olsa, bir az araşdırsaq, çox demirəm, nə bu qədər stres olar, nə bu qədər gərginlik olar cəmiyyətdə, nə bu qədər insanların bir-birinə aqressiyası olar. Yəni belə araşdırsaq, əslində məntiqlə baxsaq, tutaq ki, yola çıxanda kiminəsə əsəbləşirik də, normaldır, heç vaxt hər zaman ideal bir sakitlik dərəcəsində olmuruq da. Hər kəsin
əsəbi, stressli vaxtı olur, amma fikirləşəndə ki, məsələn, ola bilər ki, bu insan elə bir xəbər eşidib, belə bir stress altındadır ki, bu dəqiqə onun bu reaksiyası bizə sразу həmən normal gəlir ki, hə, ola bilər də insandır. Və yaxud da bir-birinə mübahisə edən insanlar söhbəti o qədər gərgin yaparlar ki, kənardan baxanda fikirləşirsən ki, yəni burada nə var idi bu qədər böyüdəcək. Yəni deməyim odur ki, bir az araşdırsaq və bir az, çox demirəm, bir az hakim olsaq, insan özünü hər mənada rahatlığını tapır. Başımıza gələn, məsələn, bizə görə uyğun olmayan, bizə görə neqativ şeylərdə belə müsbət bir şey tapırsınız ki, bu olmalıydı. Özünüzü gərginlik situasiyasından o dəqiqə çıxarsa, heç o situasiyaya düşmürsünüz də. Hər şeyin Allahdan olduğuna inandıqdan sonra məncə. Nə gözəl. Ulduz xanım özünü güclü hiss eləyir, yoxsa xoşbəxt? Məncə həm xoşbəxtəm, həm güclü. Nə gözəl. Xoşbəxt olmaq üçün əslində mən bunu xüsusilə 2020-dən sonra dəqiqləşdirdim özümdə. Xoşbəxt olmaq üçün insana nə lazımdır? Yəni çox səbəb var əslində. Belə mutsuz olmaq üçün də səbəb tapmaq olar. Evet. Xoşbəxt olmaq üçün də səbəb tapmaq olar. Yəni adi bu suyu içib dadını bilmək belə çox böyük xoşbəxtlikdir. Hansısa bir dostla, ən yaxın dostunuzla, ailə üzvü ilə hardasa oturub çay içmək belə çox böyük xoşbəxtlikdir. Təbiəti görə bilmək, hiss edə bilmək, yağışın iyini duymaq, nə bilim otun üstündə gəzə bilmək, o qədər böyük, o qədər çox xoşbəxt olacaq səbəb var ki, bunları kənara qoyub bugün bu işin belə olmadı deyə üzülmək məncə məntiqsizdir. Dediyim kimi yenə də biraz araşdırmaq, biraz sahib olduğumuz şeylərə dəyər vermək çox vacibdir. Həm xoşbəxt olur insan onda, həm də huzurlu. Nə gözəl. Yaxşı, sahibkar olmaq istəyən xanımlara, gənc xanımlara fərqi yoxdur. Gənc olmayan xanımlar olur ki, evdə otururlar, hər hansı bir işlə məşğul olmurlar, amma sizi indi izləyəcəklər. Onlara toxunacaq nə deyə bilərsiniz? Mənə elə gəlir ki, insan sahibkar olmaq üçün müəyyən bir yol keçir, müəyyən bir etapa gəlir və orada artıq, çünki biz özümüz hazır olmayanda bir şeyə, onu mənəvi hiss edirik. Bilirik ki, mən elə hazır deyiləm, narahatıq, birdən bu belə olar, birdən o elə olar, amma artıq zamanı yetişəndə insan onun neqativlərini heç birini düşünmür. Fikirləşirsiniz ki, mən bu riski eləyəcəm, mən bunu eləyəcəm. Təbii ki, çox böyük risklər yox, risk faizini nəzərə alaraqdan o işə girmək lazımdır. Amma düşünürəm ki, hər kəs, xanım, bəy, fərqi yoxdur. O addımı atacağı anı özü bilir. Bilir ki, artıq yetişib, artıq vaxtı gəlib, artıq başlaya bilər. Öz istər-istəmə o qədər araşdırır, o qədər maraqlanır, kiçik bir şeydən başlayır, alındıra bilmir və yaxud da alındırır, ortaqlıq eləyir, ondan bağlı neqativ şeylər olur. Amma müəyyən təcrübələrdən sonra insan özü artıq özünü o situasiyaya hazır hiss edir və onda da başlasınlar məncə. İnşallah ki, uğurlu olar hər kəs. Ruhun azadlığı buna təsir göstərirmi? Ruhun azadlığı buna təsir göstərir, bəli. Məncə bəli. Yəni yenə məsələ əksinə gələcəksə, bəli, məncə bizim qərar verməyimiz üçün artıq bu prosesləri dəfələrcə düşünmüşük, dəfələrcə qərar vermişik, əmin olmuşuq ki, bəli, artıq mən bu şeyi eləyə bilərəm. Çünki sadəcə spontan, mən özümlə bağlı deyim də, yəni spontan verilən bir qərar deyil bu ki, mən bu şeyi eləmək istəyirəm. Mən o qədər məsuliyyət hissi ilə o şeyi dəfələrlə üstündən keçib, araşdırıb, riskini, minusunu, mənfisini, müsbətini düşünüb artıq qərar verirəm ki, bəli, bu şey olmalıdır. Yəni orada görünməyən, amma arxasında gələn bir proses vardır. Mənə elə gəlir ki, bəli, o da vacibdir. Özgüvən vacibdir. Artıq müəyyən bir gözdən çıxarılmış məbləğ vacibdir. Yanımızda sizə mənəvi dəstək ola biləcək ailə üzvümü deyim, dostlarımı deyim, fərq yoxdur, vacibdir, amma bizim situasiyamızda özümüzün də qərar verməyə vacibdir. Yəni hamısı vacibdir. Əsas məncə insan ilk öncə beynində qərar verməlidir. Düzdür. Dediyim kimi zaten o qərara gələndə artıq
dəfələrlə bunu Bəli. düşünmüş, süzgəcdən keçirmiş, addım atmağa hazır vəziyyətdə oluruq ki, artıq mən başlayıram. Və düşünürəm ki, inanaraq və yəni araşdırılmış və müəyyən bir bazası olan insanlarda da çox vaxt uğursuz alınmır. Amma uğursuz olsa belə bu da normaldır. Onu da Yəni bir təcrübə təcrübədir. olaraq qəbul etmək Təcrübə lazım. olaraq, Bəli, yəni bəli. iş həyatında bunların hamısı baş verir. Eləsi olur ki, 10 ildə o uğura çatır, eləsi olur 2 ayda çatır, eləsi olur 15 ildə çatır, eləsi olur 5 ildə çatır. Heç kəsdə standart bir qayda yoxdur ki, Əlbəttə. mütləq şəkildə sən 5 ildə uğura əldə eləmisənsə, sən də 5 ildə əldə eləməlisən və yaxud da ki, sən də 5 ayda əldə eləməlisən. Çünki hər kəsin özünə uyğun bir yolu var. O öz biznesinin də öz yolu var ki, onlar hər insanda müxtəlif baş verir. Və bir də hər kəsin özünün o şəxsi xarakterinə uyğun olaraq, nə bilim, həyata gəlmə zamanına uyğun olaraq, beyninin düşüncələrinə uyğun olaraq onların o irəliləmə yolu da fərqli olur. Düzdür, əlbəttə elədir. Kənardan baxıb kimisə dəyərləndirmək çox asandır. Biz yenə onun gəldiyi yolu, çəkdiyi əziyyətləri, keçdiyi problemləri bilmirik, amma nəticə etibarilə fikirləşirəm ki, insan beynində hər hansı bir zaman dilimində əgər fikir varsa ki, mən nə vaxtsa bunu eləyəcəm, o şey addımı atır. Sonra ora gəlir ki, uğurlu oldu, uğursuz oldu. Uğursuz da bir təcrübədir və yaxud da uğursuz olan, bizə bu an uğursuz görünən, sonrakı addım üçün əslində qapı ola bilər də. Yəni hər şeyə pozitiv baxmaq, hər şeyə doğru məcradan baxmaq, doğru baxış bucağından baxmaq insanı heç vaxt motivasiyadan salmır, heç vaxt ruh düşkünlüyü yaratmır. Tam tərsinə bir addımda, biraz da güclənərək bir addımda irəli getməklə məncə yol açır. Nə gözəl. Ulduz xanım, indiyə qədər demək istəyib amma deyə bilmədiyiniz nəsə varmı? Kimə məsələn? Ümumiyyətlə. Deyəsən kiməsə nəsə demək istəmisiniz, deyə bilməmisiniz. Mən ümumi insan, yəni belə ümumi gördüyüm şeylərə fikir bildirə bilərəm ki, fikirləşirəm ki, həyat çox qısadır, zaman yəni limitlidir əslində. Və bu zaman diliminə çox neqativdən daha çox pozitiv kökləməyi, pozitiv yükləməyi, insanları bir-birinə kin, küdurət bəsləməsindənsə bir-birinin uğuruna sevinməyi, yəni ancaq pozitiv tərəfdən baxmaq, ancaq müsbət tərəfdən baxmaq, bir-birini dəyərləndirmək, əgər tam ziddirsə, heç uyğun deyilsə, uzaqlaşmaq. Yəni insanların o cəhalət məcrasından çıxıb biraz işıqla, biraz açıq qəlblə baxmağını xahiş eləyərdim hamıdan. Çünki çox təəssüf ki, düzdür, bəzən insan müəyyən şeyləri görür, fikirləşirsən ki, nə yaxşı belə insanlar da var. Nə yaxşı ki, yəni bu cür düşünən adamların sayı çoxdur, amma bəzən də adam baxıb fikirləşirsən ki, yəni necə olur da bu qədər qəddarlıq, bu qədər neqativ insanlarda necə, bir insanda necə ola bilər? İstəyərdim hamı mehriban olsun, hamı bir-birinin uğuruna sevinsin, hamı xoşbəxt olsun əlbəttə. Kim özünü necə xoşbəxt hiss edirsə elə yaşasın, amma heç kəs bir-birinə qarşı ən pis duyğu da məncə insan içdən məhv edən paxıllıq duyğusudur. O heç kəsdə olmamağını təmənni eləyərdim. Çox istəyərdim. Nə gözəl olardı. Ümid eləyək ki, biz amma dünyaya gəlmiş polyanalarıq da. Pozitiv tərəfdən baxmaq. Hə, yəni biz el arasında polyanayıq. Elə deyirlər. Hər şeyin ən yaxşı tərəfini düşünürük. Pis bir hadisə baş verəndə belə yaxşı tərəfini düşünürük. İstəyirik ki, orada yəni insanlar arasında sülh olsun. İnsanlar mehribanlıq olsun, sülhə daha yönümlü olsun, amma o bir hədd var ki, ora çatanda. Okey, o da ola bilər. O həddə də çata bilər. Yəni qabaqcadan mən məsələn öz adıma deyim ki, mən insanlara xəbərdarlıq edirəm. Ki, yəni ola bilər ki, o da onun imtahanıdır və yaxud da mənim imtahanımdır. Dost, tanış fərqi yoxdur. Yəni polyan olsaq da müəyyən xəbərdarlıqlar olur ki, bax mənim sərhəddim budur. Yəni yaxşı olar ki, hörmət pərdəsini saxlayaq. Yaxşı olar ki,
mehribançılıq çizgisini saxlayaq, amma qarşı tərəfdəki insan onu o anda qəbul eləməyə hazır deyilsə və yaxud da ona inanmırsa, bir şey var ki, bir gerçək var ki, insan özü nədirsə, necədirsə, bir daxili aləm olaraq, mənəviyyat olaraq hamını elə görür. Bəli, qarşısındakı insan elə görür. Nə desən də, Tam nə doğru. desəm də, necə danışmağa çalışsam da, necə izah eləməyə çalışsam da, mənim danışdığım onun anladığı qədərinəndir. Yəni ondan nə artıq, nə az. Tam doğru. Ona görə fikirləşirəm ki, polyannalıqdan daha çox, məsələn, mən situasiyanı izah edirəm və öncədən də deyirəm ki, məsələn, bu şey olmasa yaxşıdır, çünki mənə xoş gəlmir. Amma artıq maksimum dərəcədə səbir göstərdikdən sonra bunu mənim dostlarım da təsdiq edir və ondan sonra mən artıq o yenə də hörmətsizlik eləmirəm, yenə də kobudlamıram heç kəsi, amma bütün münasibəti sıfırlayıram yəni. O da ola bilər ki, məsələn, mən düşünə bilərəm ki, yenə eyni tip insanlara rast gəlirəm, məsələn deyirəm, elə düşünmürəm təbii ki. Amma o mənim üçün bu imtahandırsa, o insan üçün də başqa cür imtahandır. O da görür ki, artıq hər kəsin o sərhədinə toxunmaq olmaz. O da bəlkə həyatında o öyrənimi əldə eləyir ki, bəzi insanların və hər kəsin artıq bəlkə də belə baxmağa başlayacaq ondan sonra bütün dostluqlarında, münasibətində ki, bu sərhəddi keçmək olmaz. Əgər bir insan xəbərdarlıq etsə, orada durmaq lazımdır. Məncə yox, o da bir yaxşı tərbiyə metodudur və yaxşı mənada dırnaq içində. Qarşı tərəfə də müəyyən şeylər öyrədir. Çox sağ olun Ulduz xanım. O qədər belə gözəl danışdınız ki, belə fəlsəfi fikirlərlə, İslami fəlsəfə ilə öz fikirlərinizin o fəlsəfi fikirləri birləşdirib çox gözəl fikirlər irəli sürdünüz. Çox təşəkkür edirik buna görə sizə. Ümumiyyətlə ən sonda Azərbaycan qadınına nə demək istəyərdiniz? Çox iddialı danışa bilmərəm. Bu biraz iddialıdır. Amma Azərbaycan xanımına həmişə belə gözəl, həmişə belə qayğıkeş, mehriban, ailəcanlı və uğurlu olmaq arzulayıram. Və əlbəttə özgüvənli olmaq arzulayıram. Və elə görmək istəyirəm. İnşallah ki, elədir və daha da yaxşı olsun hamının həyatında hər şey. Çox sağ olun. Çox təşəkkür edirik Ulduz xanım. Siz sağ olun. Çox sağ olun ki, dəvət elədiniz. Çox xoş oldu. Yəni hər hansı bir sual varmı? Onu istəyirsiniz biz sizə verək. Daha doğrusu o haqda danışmaq istəyirsiniz, amma biz o sualı vermədik sizə. Məncə hər şey barəsində danışdıq. Bir daha təşəkkür edirəm Ulduz xanım. Çox sağ olun. Minnətdaram gözəl fikirlərinizə görə, dəyərli vaxtınızı bizə ayırdığınız üçün və mən əminəm ki, bu danışıqdan mütləq ki, kimsə özünə nələrsə dərs çıxaracaq. Təşəkkürlər, ümid edirəm. Kiminsə həyatına müsbət mənada toxunmaq, fikirlərinə, bəzən olur ki, adi bir cümlə insanın uzun müddət beynində qalır, fikirləşir o barədə və yaxud da hansısa bir istiqamət açır insan üçün. Elə bir şeyə vəsilə olmaq, türklər demiş, nə mutlu bana, nə xoş olardı mənə. İnşallah ki, elə olar, dediyiniz kimi olar. Təşəkkür edirəm dəvətə görə, çox xoş oldu. Bu qədər vaxt necə keçdi bilmədik. Həqiqətən də çox xoş oldu. Bəli, əziz izləyicilər, bu gün verilişimizin qonağı Easy Solution şirkətinin rəhbəri Ulduz Məmmədova idi. Ən əminəm ki, siz onu dinlədikdən sonra həyatınızda bəzi dəyişikliklər edəcəksiniz. Hətta mən onunla nə qədər vaxt idi danışırdıq, söhbət edirdik, amma bu verilişdən sonra onun bəzi fikirləri var ki, mənə belə toxundu və mən ona bir daha təşəkkür edirəm. Siz də mütləq izləyərsiniz, altdan da öz rəylərinizi yazarsınız və biz sizi gözləyirik. Təşəkkür edirik. Gələn görüşlərədək. Görüşərik.